Bir daha salam əziz həmvətənlər. Canlı verilişimiz davam edir. Bu arada telefonlarımızı biz yenə də açıq qoyuruq soydaşlarımız əgər istəsələr. Urmiyadan, Təbrizdən, Mərənd, eləcə də Qoşa, Çay, Sulduz, oradakı olaylarla bağlı, olub bitənlərlə bağlı istərdik ki, bizə bilgilər versinlər. Bu arada biz birazdan bir neçə telefon qəbul etdikdən sonra biz İstiqlal və Traktor oyunundan bəzi filmlər, sizə göstərəcəyik stadionun daxilindəki şüarlardan. Bilirsiniz ki, dünənləri bizim soydaşlarımız eyni zamanda Tehranın səmasında Azərbaycan Milli Hərəkatının qırmızı rəngi olan bayrağı da dalğalandırıblar. Təxminən bir 10-15 bayraq stadionun, ən yüksək zirvəsində güvə qaldırıblar, amma sonradan nizam-intizam qüvvələri, oradakı məmurlar gəlib bu bayrağı yerə endiriblər. Əsas budur ki, bu bayraq da hərəkatımızın bayrağı ki, eyni zamanda traktor həm qırmızı simvoldur, həm də hərəkatın simvoldur. Beləliklə də Tehranda dalğalandırıblar. Buna görə biz bir daha orada olan igidlərimizə təşəkkürümüzü bildiririk. Təəssüflə qeyd etmək lazımdır ki, yenə mən bildirmək istəyirəm ki, çoxlu soydaşlarımız yaralanıbdır. Müxtəlif, baş, süfət nahiyələrindən bunu dünənləri televizyonda da, açıq olmasa da üstü örtülü buna işarə olundu. Dövlət televiziyası vasitəsilə, televizyonu vasitəsilə və beləliklə də təxminən 300-dən çox həbs olunan soydaşlarımız var. Tehranda bunların taleyi ilə maraqlanmaq lazım. Harada saxlanırlar, nədən həbs olunublar? Bu yaralıların xəsarətlərini kim ödəyəcək, kim verəcək, məmurlar nədən? Dinc bir azarkeşlərə, tərəfdarlara o cür dəyənəklərlə hücum edib və onları yaralayıb, siz bayaqları şəkillərini gördünüz. Bütün bu gənclərin ailələri və eləcə də traktor başqahı xəsarət tələb etməlidir Tehrandan. İstiqlal timindən, çünki əslində bu İstiqlal timinin qonağı olubdur. Azadlıq meydanı və Azadlıq meydanı, Azadlıq stadiomun məhsulları, eləcə də nizam-intizam qüvvələrin, Daxili İşlər Nazirliyi cavabdehdir baş vermiş hadisələrə, olaylara. Tehran mətbuatı, fars dilli mətbuatlar bu məsələni qabartmırlar, bu məsələyə o qədər yer vermək istəmirlər, amma hadisə çox ciddidir, əziz soydaşlar və həmvətənlər. Təkrar edirəm, çox sayda həmvətənlərimiz yaralanıb. Hətta elə bir dərəcədədir ki, artıq bəzi, İranın özündə olan dövlət adamları, öncədən hakimiyyətdə olan bugün müxalifət meyilli şəxslər və onun liderləri məsələ ilə bağlı bəyanatlar verirlər. Ki, dünənlər İstiqlal və Traktor oyununda bu qədər, bizim soydaşımız təxminən 100-ə yaxın deyilənə görə həmvətənimiz yaralanıb. Bunların bir çoxları ayaqüstü, pansuman olub, oradan gediblər və çoxları isə xəstəxanalardadır. Vəziyyəti ağır olanlar da var beyin nahiyəsi ilə. Ona görə də biz bir daha tələb edirik başqahdan, Traktor klubundan ki, bu məsələnin arxasında duranlar, bu cinayəti törədənlər cavabdehdirlər. Nədən? Bu çox hər halda həm sadə bir sualdır. Nə üçün futbol tamaşaçısına, azarkeşinə qarşı stadionda belə bir hərəkət olub? Əgər 10% o yer məsələsindən söhbəti gedirsə, ki, məsələn, ondan artıq qoymurmuşlar, bunlar içəri girmək istəyirmiş, bunun o cavabı, o dəyənək deyil. Bunun cavabları var. Bunu başqa bir yollarla, həbs eləməklə aparıb, həbs eləyib, oyuna qədər oyundan sonra buraxa bilərdilər. Amma o cür bunların üzərinə hücum etmək və baş nahiyələrindən, üsfətdən o batumlarla vurub yaralamaq bu Azərbaycana qarşı bir düşmənçilikdir. Siz təsəvvür eləyin ki, bunlara nə tapşırıqlar veriblər bu traktor tərəfdarlarını. İndi traktor tərəfdarları artıq traktor tərəfdarı kimi bunları tanımırlar. Bunları separatçı kimi, bunları pan-türkizm, təcziyə tələb və s. kimi Tehran, mərkəzi Tehran məmurlara təqdim edir. Bunların qanı halaldır. Bunları öldürsöz də vurun, bunların qanı halaldır deyirlər. Ona görə bu qədər vəhşilik törədiblər. Əgər mümkün olsa o şəkilləri bayaqki şəkilləri biz bir daha da ekranlara verək ki, baxın, ola bilsin ki, görməyənlər görüb. Bu hələ nümunələrdir, bizim əlimizdədir, filmlərini gözləyirik və çoxlu şəkillər gözləyirik ki,
belə bir durumda, yəni qonaq olasan, qonaq gedəsən bir timlə oyunda, yarışda, müsabiqədə, başqa bir şəhərə və şəhərin məmurları səndən o tərzidə yəni davransın. Bu qəbul edilməzdir. Yəni bunu heç kim, nə başqa, nə millət və bu qəbul etməz və bu millətimizə qarşı olan bir zülmüdür. Buyurun bir telefon eyni zamanda qəbul edək və şəkillərdə siz görürsünüz ki, bu dünənləri İstiqlal və Traktor oyunundan olan məhbuslar və eləcə də yaralananlardır. Nümunələr təbii ki. Buyurun, eşidirik Təbrizdən. Alo. Hər vaxtınız xeyir Cavad bəy. Hər vaxtınız xeyir, xoş gördük. Sizi narahat edən Şəntürkdür. Çox xoş gördük Şəntürk bəy, buyurun. Sağ olasınız. Əhməd bəy, dünənin futboluna görə 2-3 dənə önəmli nüktəni vurğulamaq istərdim. Buyurun, bəli. Biraz səsim mənim tutulub, güzəşdilərsiniz. Buyurun, buyurun. Ehranda Azadi stadiumunda çox gərgin durum hakim idi, elə siz göstərdiyiniz şəkillər kimi. Stadiumun parkindən tutaraq ta oturaq yerlərinədən neçə dəfə çox dəhşətli və görünməz hörmətsiz olan axtarış aparılırdı. Tamam qırmızı bayraqları və parçalar üstündə traktor sözü yazılmışdı, alındı. Yəni o x sözünə yəni də traktor yazılsın, traktor yazılmasın. İstər latin yazılsın ya ərəbi əlifbası ilə. Stadiumun giriş qapıların bağlanmışdılar və saat 30 min nəfəri bir qapıdan döyə-döyə içəriyə buraxırdılar. Sanki məcburiyyət üzərində bizi qəbul edirdilər. Sonra içəriyə gedəndən sonra traktor yardımçıları 24 saatdan ta 8 saatdan oturmağa yerləri yox idi. Millət kölgədə oturanda, yəni hətta 5 nəfər toplaşıb bir yerdə duranda intizam məmurları onları dağıdırdılar. Top başlayanda 30 min nəfər sadəcə 1000 metr mükəb yerdə yerləşmişdi. Neçə dəfə yığan və ruh intizamı çox dəhşətli. Traktor azarkeşlərinə həmlə elədi. Çox vəhşətli batından onları döyürdü. Bizim uşaqlardan da neçəsi döyüldü. Neçə nəfərlər tutuqlandı, amma ən önəmli olay İstiqlal tərəfdarlarından üz verdi. Yəni həmişə olan kimi anti-Türk şüarların dəvabında planlanmış və əvvəldən hazır elədiyi şüarlar türklərə verilirdi. Örnək olaraq şüar verilirdi, yaşasın Ərdəbil. O əhvalatda ki, gerçəkdən savaş meydanında onların hər sözünə bizimkilər bir söz hazırlayıb cavab verdi. Amma bu şüarı verəndə bizimkilər çoxu qalırdı, nədən Ərdəbil alqışlanır? Yaşasın Ərdəbil deyiləndə elə bir yaşasın İsfahan gəlirdi bizə. Yəni bu zehniyyəti yaradırdılar ki, Ərdəbil sizdən yox, bizdəndir və biz sizə ölüm Ərdəbilə yaşam arzulayırıq. Sözlərimin sonunda Ərdəbil xalqına səslənirəm. İgid Ərdəbillilər neçə gündə Azərbaycan olaylarına imkan tapmırlar aksiya göstərsinlər. Özəlliklə Urmu gölü aksiyası. Ərdəbillilər ağah olmadılar ki, hakimiyyət və Fars şunusmi Azərbaycan hərəkatını dönə-dönə araşdırır. Və bu şüar ki, Tehranda, stadiumda Fars tərəfindən səslənir, yaşasın Ərdəbil, yəni Ərdəbili mənimsələmək, yəni nifaq salmaq, yəni Ərdəbil bütün Azərbaycanın qarşısına qoymaq. Biz gərək ağah olaq və bu nifaq və bu ayrı-seçkinin qabağını alaq. Azərbaycan xalqı, igid qəhrəman Abbasistanı heç zaman unutmayacaq, siz də unutmayın. Sağ olun, mənə verdiyiniz vaxta görə minnətdarım, məndən bu qədər. Çox sağ olun Şəntürk bəy, təşəkkür edirik. Sağ olasınız. Əziz həmvətənlər, gördüyünüz kimi ekranda telefonlarımız açıqdır və bu ekranda gördüyünüz səhnələr də orada Niruhay Vijənin, Yeqani Vijənin millətimizə qarşı olan vəhşilikləridir. Ki, siz təsəvvür eləyin ki, yer boş ola-ola bunlara icazə verməyiblər. Yəni, millət sıx biri-birlərinin yanında bir qədər yer ayılıblar. Məsəl üçün, bir nəfərlik yerdə 3-4 nəfər məcbur olub ayaq üstə toplaşsın, dursun. Yəni, orada bunlar 15-20% ki, 20 min olsa, təxminən 40 minə yaxın bizim soydaşımız yəni stadiumda olub. Çünki bunlar, təkrar edirəm, bir oturacağın ətrafında 2-3 nəfər ayaq üstə durub. Yəni, bunlara yer verməyiblər. Ona görə durum vəziyyət belə bir şəraitə gəlib çıxıb. Halbuki, hər kəs gördü ki, stadiumun bir çox yerləri də boş idi. Eləyə bilərdilər, icazə versinlər, orada otursunlar. Gördüyünüz bəzi yerlər, səhnələr var. Yəqin birazdan ekranda olanda görəcəksiniz. Orada məcbur olurdu soydaşlarımız özünü atsın. Yəni, məmurlar ki, gəlirdi, ora gedən azarkeşlər özlərini yerə atırdı betonun üstünə. Orada da yaralananlar çox olub. Və bayraqları, yəni yuxarıda traktorun qırmızı rəngidə olan Azərbaycan eyni zamanda hərəkatının simvolu bayrağı ki, orada dalğalanırdı. Onu məmurlar atıblar yerə və bu da İstiqlal tərəfdarlarının ki, əksəriyyəti orada bəzi yerlərdə betonlarda sınıq, yəni beton var imiş, onları qırıb və traktor tərəfdarlarına qarşı beton qırıqlarını, siz təsəvvür eləyin ki, daşdan da daha da möhkəmdir, atırmışlar və onunla da bərabər
Yəni o olaylarla bağlı bir neçə həmvətənlərimiz yaralanıbdır. Təkrar edirəm, gördüyünüz bu hadisələr Traktor və İstiqlal oyunundakı dünənki, yəni Azadlıq stadionunda olan olayda hadisədir ki, məmurlar vəhşicəsinə Traktor tərəfdarlarının üzərinə yeriyir. Yəni, həqiqətən də dünyanın heç bir nöqtəsində, heç bir yerində görünməmiş bir olaylar. Müxtəlif güşələrdə həbs edib aparırlar, həmvətənlərimizi həbs olunanlarla vəhşicəsinə davranıblar. Və biz nümunələrini, şəkillərini sizə göstərdik ki, onların üz, sifət nahiyələri, baş nahiyələri ki, klinikalarda orada bəxiyə, yəni siz görürdünüz ki, o pərəstərlər orada bəxiyə vurmaqla məşğul idi, başlarına, boyunlarına. Yəni bu yaralı olmanın, yəni yaranın dərin olmasından xəbər verir təbii ki. Baxmayaraq ki, dünənki oyunu Traktor 3-2 hesabı ilə qalib gəldi, amma böyük bir həzinə Traktor tərəfdarları ödəmək məcburiyyətində oldu. Bu dəfə də Niruhay Yegani Vijyə ki, əsasən hücum edən, yaralayan Niruhay Vijyə imiş. Yəni bu hardasa təxminən saat 11-12-nin görüntüləridir. Dünən hələ oyunun 7-8 saat qalmış. Mən bunu da əlavə edim ki, bizə gələn bilgilərə əsasən İranda, özəlliklə Azərbaycanda, Təbriz, Urmiya, Qoşaçay, Mərən, Sulduz və digər şəhərlərdə internetin sürəti sıfıra enib. Ona görə hər hansı bir görüntülər, bugünkü olaylardan biz ala bilmirik, bizim əlimizə hələ gəlib çatmayıb. Bu gördüyünüz məmurlar yuxarıda, dalğalanan Azərbaycan Milli Hərəkatının simvolu və Traktorun, eyni zamanda bayrağı, qırmızı rəng parça, bu bayraq məmurlar tərəfindən endirilir və o tərəfdən də stadionun kənarından yerə atılır. Gördüyünüz bu bayraqlar Azərbaycan igidlərinin vasitəsilə Tehranda dalğalanır. Vaxt gələcək, zaman gələcək, bu bayraq bütün bizim bölgəmizdə, Tehrandan tutmuş digər Azərbaycan nöqtələrində hər tərəfdə bu dalğalanacaq. Bu olay, bu hadisələr, dünənki oyun və onunla bərabər baş vermiş hadisələr Türkiyə mətbuatında da geniş yer alıb aldığımız bilgiyə əsasən, Azərbaycan mətbuatında da eyni zamanda dünənki hadisə Azərbaycan tarixində, futbol tarixində nadir olaylardan biri idi. Ki, Azərbaycan bacardı və Traktor 3-2 hesabı ilə həm tərəfi məğlub etdi, həm də ki, əxlaqsız, ədəbdən, ərkandan kənar, milliyyətcə fars olan İstiqlal tərəfdarlarına da böyük bir dərs oldu. Bəli, Andola Səttarxana ot vurarıq Tehrana şüarlarını eşidirsiniz. Ona görə ki, məmurlar eyni halda hücum edir tərəfdarlara.
Və orada olan məmurlar, yəni özəl timlərdir, Nibay Vicədir ki, ancaq bunları traktor, yəni Azərbaycan igidləri üçün gətirirlər. Harada bunlar var, orada bu özəl timləri gətirib yerləşdirirlər ki, amma görürsünüz ki, onların qarşısında, öz torpaqlarında, öz meydanlarında ciddi müqavimət göstərirlər. Sadəcə burada sual buradadır ki, axı bu meydanda, bu stadionun içi burada nələr baş verir ki, bu məmurlar bu millətə belə hücum edir. Bir yerdə bir səsli bir fragment var. Orada Təbriz ləhcəsi ilə də soydaşımızın biri deyir ki, onlar bizə daş atır, bəs bu məmurlar bizimkiləri niyə tutub aparır? Oradan bəlli olur ki, həbs olunanlar da hətta stadionun daxilində az deyil. Oyundan sonraki Təbriz küçələridir ki, həmvətənlərimiz qələbəni qələbəni qeyd etmək üçün küçələrə tökülüblər. Əslində Təbriz dünən gecə öz mitingini elədi, öz sözünü dedi. Yenə də görürsünüz ki, onun gölü can verir, Təbriz məclisin qətilinə fərman verir şüarlarını açıq aydın eşidirik. Azərbaycan bizimdir, Afqanistan sizindir şüarları səslənməkdədir. Gördüğünüz kimi vəhşicəsinə, yəni məmurlar məcbur edir ki, oradan özlərini atsınlar aşağı ki, millət də ona görə ora çıxıb ki, diqqət eləyin. Yəni, boş yer ola-ola bunlar içəri daxil olanlardır.
Amma o qədər sıxdır, dar bir yerdir ki, millət məcbur olur ki, yəni yer olmadan çıxıb divarın üstündə otursun. Halbuki oturacaq yerlər boşdur, oranı məmurlar tutub və icazə vermir. Traktor tərəfdarları gəlsin orada otursun. Bu da qırmızı bayraqlarımızdır ki, bəli, fikir versəz, arxadan, yəni məmurlar bunları vurur və özlərini atmaq məcburiyyətində olurlar. Bu cəmiyyətdən çox dalda hələ qalır. 30 min Azərbaycanlı eşitdədir. Fikir versəz, orada deyir ki, 30 min Azərbaycanlı eşitdədir. Yəni, içəri qoymayıblar daxil olmağa. Hər halda soydaşlarımızın oraya getməsi özü böyük bir qələbədir. Biz təbrik edirik bütün gənclərimizi, igidlərimizi. Əsas odur ki, getdilər, iradələrini göstərdilər və bildirdilər ki, hər zaman səhnədədirlər və qorxu ilə, hürkü ilə bunları bu səhnədən çıxarmaq mümkün olmayacaq. Əsas budur. Stadyuma girdilər, girmədilər, daxil oldular, olmadılar. O qədər önəmli deyil. Mən bu arada diqqətinizə çatdırım ki, Yutulsat və radio ciddi parazitlər buraxılır hal-hazırda. Yəni, aldığımız bilgiyə əsasən seyr etmək mümkün olmur. Soydaşlarımız Telestar 12 ilə eləyə bilərlər verilişləri təqib etsinlər. Yutulsatdan veriliş dayanmayıb. Yəni, veriliş gedir. Sadəcə İran dövlət olaraq buna bir parazit buraxıb. Ona görə bir qədər onu görüntüsünü əngəlləyib, kəsintilərlə və bəzən də saatlarla ekranda hər hansı bir veriliş görünmür. Bunların hamısı bütün müvəqqətidir. Bu olaylarla bağlıdır. Bunlar üçün eləyə bilməzlər 24 saatı parazit göndərsinlər. Ona görə o bölgədə bir nəfər də olsun o şüalardan salamat insan qala bilməz. Bəli, birinci və ikinci təbəqədə görürsünüz ki, bir təbəqə Urmugölü can verir, digər təbəqədə əyləşən isə Məclisonun qətlinə fərman verir, şüarları səslənir. Əgər fikir versiniz, diqqət eləsəz, bir dənə də hal-hazırda istiqlalçı meydanda yoxdur. Yəni, əsasən tamam traktor saat 10-dan, səhər saat 10-dan soydaşlarımız stadyuma daxil olub yer tutublar. Təəssüflər olsun ki, amma hamı üçün bu yer nəzərdə tutulmur və minlərlə soydaşlarımız stadionun kənarında qalıb. Yəqin ki, canlı yayında gördünüz ki, İstiqlal tərəfdarları yenə də Azərbaycan xalqına qarşı təhqir edici şüarlar səsləndirdilər. Fərq etməz, Piruzə oyununda olsun, İstiqlal oyununda olsun, bu Tehrandakı farsların Azərbaycanlılara qarşı, Azərbaycan türklərinə qarşı mövqeyləridir. Düşünən bir mövqey heç bir şüardan əsirgəmirlər. Tamamilə əxlaqdan kənar şüarlar və söyüşlər, yamanlar, bilənləri o ki var Azərbaycan əleyhinə verdilər. Məmurlar isə soydaşlarımızı qana bələdir. Baş və üz nahiyələrindən əsasən ki, çoxu da Bimaristanda bəxiyələnib, hala çıxanlar da var, orada qalanlar da var. 300-dən çox soydaşımız həbs olunub və bütün bunların hamısını təbii ki, traktor başqa, klubu təqib etməlidir, hələlik susub. Bir kəlmədə olsun, mətbuat səhifəsində biz heç bir şey görmürük.
traktor klubu nədən ora gedən soydaşlarımızı müdafiə etmir? Sərdar Cəfəri, cənab Sərdar Cəfəri ki, bilirsiniz ki, yəni Xamenei tərəfindən bütün timlərin başında sərdarlar, yəni başçılıq edir, göndərilib və elə biri də Sərdar Cəfəridir. Astardır, bəsicidir, sərdardır, rejimin adamıdır. Sözü keçə bilər, sözünü deyə bilər və biz hələlik mətbuat səhifəsində bir cümlədə olsun, bir müsahibə falan görməmişik ki, nədən bu milləti bu günə salıblar? Kimdir bu cinayəti törədənlər? Kim buna cavab verəcək? Bunların xəsarətlərini kim ödəyəcək? Və nədən bu gənclərin üzündə, başında o cür yara izləri qalır, tikişlər, bəxiyələr vurulur? Onun üçün yaralananlar ciddi, yəni xəsarət tələb etməlidir. Canilər məhkəməyə sövq olunmalıdır. Əgər başqa, yəni bu məsələnin dalını, ardını tutarsa təbii ki, nəticə almasa da hər halda dünyaya bir səs-küy yəni salacaq bu. Çünki bunlar Kəhrizək zindanının orada ölənlərin yəni qatili bu günləri vəzifəsi böyüyüb. Daha da böyük bir vəzifəyə qoyublar. Onun üçün biz demirik ki, o məmurları tutub cəzalandıracaqlar. Amma hər halda bunu bir qədər geniş bir şəkildə, yəni bunu dünyaya səs salmaq olar. Dünya etirazını bildirməlidir. Həmçinin bu İranın dosyasında qalır. Azərbaycan üçün də bunlar müsbət puanlardır. Fikirləşməyin ki, o gənclər qanları hədər gedir. Bunlar bilmiş olsunlar ki, o qətraqan ki, bunların başından, üzündən, əlindən, ayağından tökülür. Bunların hamısı Azərbaycanın gələcəyi üçün, Azərbaycanın istiqlaliyyəti üçün bir mübarizənin başlanğıcıdır. Yəni, hər bir damla qandan milyonlarla Azərbaycan gəncləri yetişəcək, ayağa qalxacaq. Bunu eşidən, bunu görən, yəni bu yaralı səhnələr ki, bayaq şəkillər var idi, onu görən hər bir Azərbaycanlının qeyrəti təbii ki, buna
Bəli, bu ana dilimizdə olan şüarlar, yel yatar, tufan yatar, yatmaz traktor bayrağı Tehranda, Azadlıq stadionunda səslənməkdədir. Azərbaycanı traktoru el istər, qeyrətli millət istər və yaxud bəzən şərəfli millət istər. Yəni, burada soydaşlarımız bayraqları bağlayıb və qırmızı bayraqları Tehranda göyə qaldırırlar. Azarkeşlər tərəfindən təşviq olunur, alqışlanır. Əl bayraq eyni zamanda dediyimiz kimi Azərbaycan Milli Hərəkatının simvolu kimi qəbul olunub bu bayraq. Bütün partiya və təşkilatlar tərəfindən ziyalılarımız, millət, traktor tərəfdarları, bütün kütlər tərəfindən qəbul olundu bu bayraq. Yəni qırmızı rəng ki, nə qədər Azərbaycan var, mübarizə edir, qırmızı bayraqla mübarizə edəcək. Babəkin, qəhrəman Babəkin qaldırdığı qırmızı bayraqla ki, Babək öz qiyamında da ərəb istilaçıları tərəfindən şəhid olmuş. O deyir ki, Azərbaycanlı soydaşlarımızın kəfənini aldı əlinə, yəni qırmızı rəngə boyanmış, qanına boyanmış kəfəni aldı əlinə və güyə qaldırdı, elan etdi ki, bundan sonra dedi qoy, bizim qələbə bayrağımız elə bu qırmızı, bu al bayraq olsun və haman tarix təkrar olunur. Eləcə də Azərbaycan istər Təbriz olsun, Süldüz olsun və digər yerlərdə ki, şəhid veriblər. O şəhidlərin qanı ilə, yəni qırmızı olan bu ağ parça, bu al bayraq hal-hazırda qəhrəman Azərbaycan xalqının, millətinin əlindədir və sona dək, qələbiyə dək, yəni bu bayraqla, qırmızı rənglə öz mübarizəsini davam etməyə and içiblər. Amma bu bozqurtçular, görürsünüz ki, qaranlıq düşər düşməz, adətən qurd elə bu havada, hava bir qədər, yəni o şəfəq qaralanda ulumağa başlar və beləliklə də Azərbaycan türklərinin, yəni bozqurtçular Azadlıq stadionunda ulaşırlar və gələcək üçün, yəni millətimizi gələcək qələbiyə səsləyirlər. Gördüyünüz kimi bu bizim şüarlar, mədəni şüarlar, traktorla bağlı, Azərbaycanla bağlı, Urmu gölü ilə bağlı, başqa bir istiqamətdə, ayrı bir tərəfdə isə istiqlalçılar yalnız Azərbaycan xalqının varına yoxuna söyür. Namus, hər bir, yəni küçə sözləri varsa Azərbaycana qarşı, orada yəni 60-65 min tərəfdarlar ki, toplaşıb ki, Piruzi ilə istiqlalın tərəfdarlarıdır, ikisi bir yerdə və millətimizi o ki, qalmadı təhqir etdilər. Ki, bunların videoları bizə göndəriblər, amma təəssüflər olsun ki, biz elə bir formatdadır ki, biz hələlik bunu aça bilməmişik, amma cəhd göstərir. Yəni, birazdan hazır olandan sonra biz onu efirə verəcəyik. Hər halda efir üçün bir qədər namünasib olsa da, amma bu milləti tanımaq üçün və bu millətin millətimizə qarşı olan mövqeyini bir daha sübut etmək üçün onu biz sizə təqdim edəcəyik.
isə dünən gecə Təbrizdə Çağrı Abrasandan başlanmış mitinqlərdir ki, şüarlar səslənir. Yəni oyundan sonra Təbriz şəhərində. Azerbaijan become their ears and wonders become blind. Gördüyünüz Bədərli Mərc, xoş amadik. Ölüm dərəsinə xoş gəlmişsiniz. Plakartlar yazılıb, açılıb. İndicə əlimizə çatan bilgiyə əsasən Urmiyadan yazıblar ki, Ətai xiyabanında qoca, qadın, uşaq bilmədən orada saat 6-dan etibarən hər kim var idisə yerə yıxıb, əllərini, qollarını bağlayıb, sonra ayrı məmurlar gəlib onları götürüb aparırdı. Uşaqları, balacaları qışqırdı, qadınları yəni qışqıra qalmışdır. Haraylarına çatan yox, gənclər hər yerdə, yəni kimi görürdülərsə bir qrup, yəni məmur idi ki, bunların qollarını bağlasın, yerə uzatsın, başqa bir qrup da gəlib bunları götürüb oradan naməlum istiqamətə aparırdılar. Təbrik edirik Azərbaycanı, Urmiya gənclərini, Urmiya igidlərini ki, rejimin canına belə bir böyük vəlvələ salıb. Bu həbslər heç bir məsələnin, heç bir problemin çözümü deyil. Bu həbslər daha da millətimizi iradəsini gücləndirəcək, növbəti mitinqlərə daha da izdihamlı millət küçələrə, xiyabanlara töküləcək. Buna heç kimin zərrə qədər şübhəsi olmasın. Siz televizyon vasitəsilə bəyan edirik, siz görəcəksiniz ki, yəni bu həbslər, bu cür yanaşmalar, adam döymələr məsələni həll etməyəcək. Daha da məsələni qızışdıracaq, daha da kütləviləşdirəcək.
Təkrar edirəm, gördüyünüz bu görüntülər dünən axşamdır. Təbrizin küçələridir, müxtəlif istiqamətlərdən, Adrasandan başlamış və bir çox nöqtələrdə on minlərlə soydaşlarımız, uşaq, qadın, erkək, hər kəs xiyabanda və dünənki oyunun qələbəsini qeyd edirdilər ki, təəssüflər olsun ki, yenə də nizam-intizam qüvvələri bir çox gənclərimizi dünən axşam həbs edib, onlara hücum edib. Sadəcə biz başa düşə bilmirik. Yəni, istər etiraz mitinq olsun, istər bu cür şənlik qeydləri olsun, nə üçün, nədən millətlə bu tərzdə davranırlar? Bunlar bu millətdən nə istəyirlər və ona görə də elə bir zəmin, elə bir şərait yaradırlar ki, ta bu hərəkat daha da kütləviləşsin. Yəni, əgər milyonlar insanlar küçələrə çıxacaqsa ki, biz əminik ki, bir gün gələcək, bunlar töküləcək, çıxacaqlar. O zaman bir məmur, bir gəncin belə gözünü də piləyə bilməyəcək. Sadəcə hələlik pərakəndə olduğundan hərəkat, izdiham, yəni insan izdihamı az olduğundan hələlik məmurlar sui-istifadə edir. Yəqin ki, İstiqlal və onun tərəfdarları təbii ki, bu səhnələri ürək ağrısı ilə seyr edirlər. Görməsələr də heç olmasa tədayi edirlər öz zehinlərində ki, Təbrizdə nələr baş verir. Amma biz əminik ki, onlar da seyr edirlər, baxırlar videolardan, televizyondan, internet sitələrindən. Bütün bu görüntülərin hamısını şahididirlər. Yəni, idman sahəsində də, vərziş sahəsində də düşmənçilik elan ediblər Azərbaycana qarşı keçən oyunda. Traktor və onun tərəfdarları sülh üçün, dostluq üçün əl uzatdılar. Belə azadlıq meydanında güvərçin göndərdilər, rənglədilər, göndərdilər onların tərəfdarların üstünə. Onların tərəfdarları isə güvərçini tutdular, başını üzdülər, atdılar stadionun ortasına. Bu oyunda isə bu tipdə, tərzdə davrandılar. Söyüş, təhqir ki, nümunələri siz dövlət televiziyası vasitəsilə eşitdiniz. Birazdan biz yenə də yayacağıq. Əlimizdə olan o materialları siz şahid olacaqsınız. Və bu onu göstərir ki, bunlar nə sülh adamıdır, nə dostluq adamıdır, nə Azərbaycan bunlarla bir yerdə yaşaya bilər. Bunlar bizim açıq, aydın, düşmənlərimizdir. Gizlidə düşmən deyil, açıq düşmənlərdir. Yəni, farslar, bəzən biz deyirik fars faşistləri, fars şovinistləri. Amma əslində bütün bu millətin mövqeyi türklərə qarşı elə belədir. Balacasından tutmuş böyücünə qədər. Burada artıq şovinist və s. filan zat getmir. Bunların mövqeyidir. Bunların o stadiona gələnlərin çoxları ilə yeniyetmələrdir. 15 yaşında, 18 yaşında. Yəni, onlar, təbii ki, onlar da əgər türk düşmənçiliyi aparırlarsa, belə bir söyüş təhqirləri verirlərsə, deməli, biz şovinist filan axtarmamalıyıq. Belə onların özləri, yəni birbaşa fars millətinə müraciət etmək ki, ya bu təhqirlərə son qoyulmalıdır, ya bu məmləkət parçalanmalıdır. Yəni, Azərbaycan öz istiqlaliyyətini əldə etməlidir. Ayrı bir, təbii ki, yol yoxdur. Bütün bu deyilənlərə İran özü başında duran məmurlardan tutmuş ta onların adi vətəndaşlarına qədər millətimiz sürükləyirlər ki, gedin məmləkətinizi ayırın, istiqlalınızı alın, bu mesajı bizə verirlər.
Bəli. Gördüyünüz bu səhnələr, əziz və hörmətli soydaşlar, təkrar edirəm ki, dünənki oyundan İstiqlal və Traktor oyundan olan səhnələrdə indi də şəkillər var. Şəkilləri sizə təqdim edirik, bir telefon qəbul edirik ki, söhbətimiz də eyni zamanda davam etdirək. Buyurun, Los Angelesdən eşitirirsiniz. Alo. Alo, salam arz edirəm. Cavad bəy, səsim gəlir. Səssiz gəlir, buyurun, xoş gördük. Buyurun. Təşəkkür edirəm. Mən daxillə təmasdaydım indi, uşaqlar danışırdılar. Bəli. Sizin təəssüflə telefonunuzu tutamırlar. Dedim elə bizə sizə zəng eləyəm. Əziz tamaşaçıların da xidmətinə yetirəm ki, dünən stadyumda bizim gənclərimiz bir böyük inqilab yaradıblar. Çox əzəmətli gedibdi bu gedişat stadyumda. Amma təəssüflə fas şovinizmi öz çehrəsini bir daha göstəribdir. Orada çox çirkin şüarlar veriblər millətimizin əleyhinə. O geçmiş şüarların ardında da çox belə hızlı və çirkin şüarlar yenə təkrar ediblər ki, bir serisi oyundan qabaq və bir serisi də oyunun ərəfəsində gedibdir. Və stadyumun daxilində odur ki, soydaşlarımız deyirlər, 30 minə yaxın Azərbaycanlı varmış, amma hər səndəldə, yəni hər yerdə 3 nəfər oturub və ayaq üstündə baxırmışlar. Və 20 mindən də çox eşikdə qalmışmışlar. Və bunlar yəni demək olar ki, odur ki, soydaşımız deyirdi, geçən il Fərvərdin ayından da çox gəlmişdi cəmaat. Yəni 50 min nəfərədən Azərbaycanlı azı gəlmişmiş. İkinci konuda istəyirəm deyəm ki, oyundan sonra bu traktorun tərəfdarları nə tənha şəhərlərdə, bəlkə kiçik şəhərlərdə və qəsəbələrdə də çıxıblar, gecəni eşiyə və şadlıq və şənlik yaradıblar. Hətta kəndlərdə və balaca qəsəbələrdə şüarlar da gedibdir Urmu gölü haqqında və millətimiz bunu göstərir ki, daha ayılıbdır, kiçik şəhərlərdə də bir yerə yığışıb təzahürat eləyən məsələdə traktorun sayəsində gəliblər. Dünən axşam hər bir kənddə, şəhərdə şənliymiş və Urmu gölünü də yaddan çıxartmayıblar və şüarları da gedibdir. Mənə deyirlər ki, tamam videolar götürülübdür, göndərəcəklər. Fəqət çətinlik vardır, internetin sürəti çox azdır. Əslən eləyə bilmirlər, download eləyərlər. Əgər vaxt olsa mən bir iki konuya da işarə eləyəcəyəm. Buyurun bəli, buyurun. Biri bu Urmu gölünün haqqında istəyirdim deyəm ki, əziz həmvətənlər, Urmu gölü faciəsi tək ekoloji faciəsi deyil, bir millətin faciəsidir. Ekoloji olaraq ab-ı hava, keşavərzi və ayrı bir məsələlər bir tərəfə, cəmaatın sağlamlığının faciəsidir ki, bu duzlar əgər yayılsa və onların içində odur ki, mütəxəssislər deyirlər, bunun içində məvad-ı kimyai və məhsum kəmli məvadlar dağılsa, cəmaatı, yəni məxsusən uşaqları və qocaları xəstəliyə düçar eləyəcək. Və bu millətin bir, yəni aradan aparma bir siyasətidir ki, fas şovinizminin tərəfindən bu bərnamə olaraq illər boyudur ki, piyadə olubdur. İkincisi, mən iqtisad sahiblərinə, o ticarət sahiblərinə deyirəm ki, bu faciə, Urmu gölünün faciəsini əgər tamamilə əməli və icra eləsələr, bunların iqtisadi bazarı yəni mənası olmayacaqdır. Bunların dükan bazarları, evlərinin qiymətinin metri əgər indi 2 milyon olsa, heç 200 minə də sata bilməyəcəklər canından qutarala qaçalar. Çünki cəmaat qalmayacaq ki, bunların mallarına da sahib duraq. Bunlar yəni malların da talan olub gedəcəkdir. Onlar ki, mallarından ötür, qorxurlar ki, səhər əmniyyət olmaya, filan olmaya, bunu yaxşı aydın bilsinlər ki, əmniyyət o zaman beyindən gedir ki, millətin varlığı aradan gedir. Millətin sağlamlığı aradan gedəndən sonra da orada bir əmniyyət qalmayacaq, bazar qalmayacaq, cəmaat qalmayacaqdır. Fas şovinizminin hədəfi
bizim millətimizin varlığını məhv etməkdir. Və bunu bu təzəlikdə başlanmayıb. Olur ki, bilirsiniz, 85 il qabaqdan bu başlanıb və Urmiya məsələsi də Dünənbüyünün sözü deyir. Azərbaycanı iki yerə bölüblər bunlar. Urmiya dəryasəsində iki yerə bölməkdə. Elə bunlar o zamandan 50-60 il qabaqdan bu faciəni orada planlaşıbla Pəhləvi dövründən və gəlib dindi İslami dövrünə. Ona görə mən millətimizi ayıq-sayıq olmağa dəvət edirəm. Bundan da ayıq-sayıq olsunlar, bilsinlər ki, bu tamam totallər fas şovinizmindən gəlir və indi də bəzi çirkin satqınlar və fas şovinizminin amilləri istəyirlər ki, fasları bizə dəstək edirlər və bunların da odur ki, gördünüz, əlləri üzrə çıxdı və stadionda nə çirkin şüarlar verdilər himayət əvəzinə. Və indi saytlarında, internetdə, o yanda, bir yanda, televizyonda görürsünüz ki, nə qədər gizlədirlər traktorun utmasını, heç titrin nə vurmurlar. Bunlar yəni bir siyasətdirlər ki, fas şovinizminin dəstgahından və mərkəzdən gəlir. Təəssüflə bəzi manqurtlar da bu uca səslər ki, çıxırlar, bunları xəfələmək niyyətində bəzi yerdə məqalələr yazırlar, saytlar açıblar və bunların da cavabını biz vaxtında verəcəyik və bunların Cavad bəy, odur ki, siz də yaxşı bilirsiniz, biz bunların bilirik buyruqları harada bağlanıb. Bunlar hamısı İttilaat, Sifah, Səhər televizyonu və bir Şeridust adında bir şəxs var idi ki, bir İttilaat-ı türkü çap elərdi 20 il bundan qabaq. Sovet Union dağılanda. Bunların buyruqları gedir, ora çatır. Vaxtında biz bunları ifşa edəcəyik. Bunlar fikir eləməsinlər ki, bunların buyruqlarını biz bilmirik harada. Tamam, vaxtı çox tutmuram. Millətimizə uğurlar arzulayıram. Gedişat çox yaxşı gedir. Gənclər ki, gün ayrılırlar. Elə bunlar bir dana qum olub dolacaqdır fas şovinizminin gözünə və onların yaltaqlarının gözlərinə. Sağ olsun millətimiz, var olun, sağ olun. Bəli, təşəkkür edirik. Çox sağ olun, minnətdarıq. Aldığımız bilgiyə əsasən, bəli, əlaqələr tamamilə, yəni Güney Azərbaycandan, Güney Azərbaycanın əlaqəsini, yəni bizimlə kəsiblər, internet, telefonlar və s. İndi hər kəs bir yolla çalışır ki, bir əlaqə qura bilsin. Biz yenə telefonları başqa bir telefonlarda qoyduq, görək ki, necə olacaq ki, Güney Azərbaycandan biz eləyə bilək onların səslərini alaq və sizə təqdim eləyək. Hal-hazırda yəni biz telefon qəbul edirik. Əgər xaricdə olan soydaşlarımız da Gülə ilə bağlı hər hansı bir yeni bilgilər alıblar bu gün üçün, məmnuniyyətlə paylaşa bilərlər. Buyurun, başqa bir telefon qəbul eləyək. Fransadan. Alo. Alo, salam Sayın Cavad bəy. Salam, xoş gördük. Buyurun. Hər vaxtınız xeyir olsun. Sağ olun. Hörmətli Günaz TV izləyənlərim və şərif millətimizi mən də təbrik deyəm bu futbol mübarizəsi meydanında. Mən müsabiqə deməzdim, buna mübarizə deyərdim. Ki dünənləmə Türk nümayəndəsi traktor takımı ki İranın faşist Tehran istiqlalının qarşısında qələbiyə çatdılar. Mən bunu ürəkdən çox təbrik deyəm. Sonra da Sayın Cavad bəy, mən bir istəyirdim öz nəzərlərimi bu neçə gün olunmuş bu olayların haqqında xidmət üzrə çatdıram. Biz bir sıra Fransada oturan siyasi və mədəni fəallar rejimin əlində olan əsirlərimizi ki, Nacavan Mərdanə tutulublar, olay həqiqətdə günahsız bir insan, məxsusən də sayın hörmətli böyük qardaşımız Abbas bəyli Saninin tutulmağın tamam varlığımızla rejimi məhkum eləyirik. Bəli. Mümkün olsa siz bircə dəqiqə mən xahiş elərdim gözləyim. Bəli. Kərəcdən səhv etmirəmsə, bəli, bir telefon var, onu qəbul eləyək. Alo, buyurun. Alo. Alo. Bəli, buyurun. Salam Cavad bəy. Salam, xoş gördük. Buyurun, eşidirəm sizi. Yorulmayasınız Cavad bəy. Çox sağ olun, buyurun. Bu qələbəni kolle Azərbaycana, 35 milyon Azərbaycanlıya, türklərə təbrik deyirəm. O tiyakturun qələbəsi deyildi. O kolle Azərbaycanın, 35 milyon Azərbaycanın qələbəsi idi ki, faslara biz bu günü çox xoşalıq, təbrik deyirəm.
Alo, Cavad bəy. Çox sağ olun, təşəkkür edirik. Buyurun, davam edin. Bəli. Azadi meydanında çox baydaqları, oğlanlarımız çıxdılar. Baydaqları vurdular üstə, qırmızı baydaqları. Olay nə bir tək Babəkin uşaqlarıdırlar? Yox. Olay öz xodu Babəkdirlər çıxıblar. Meydanda özləri nişan verirlər. Mən onların ayaqlarının altından öpürəm. Ayaqlarının altının toprağıyam. Mənim canım, malım, hər bir şeyim qurban olsun kolla Azərbaycana, özü yiğitlərə. Bir də o xanımı istedim deyəm ki, sən gərək gedəsən öləsən. O cür ki sözləri dedin kolla Azərbaycanlılara. Sən gərək gedəsən öləsən, topraq səndən uca dursun denə. Sən karsan, eşitmisən, göymüsən, 35 milyon qalxıb ayağa, qiyam eləyib, Babəkdir qeydib gəlibdir. Babəkdir gəlibdir, Azərbaycan millətin nəcat verə. Bəli. Bir də Cavad bəy. Bəli, buyurun. Bir də tamam o neyro intizamıdan ki tühlər var dolanın içində, çoxları var tühlər. Olan çoxu ki mənim oğlumla ərim də getmişdi başqaha. Bir dana oğlum Bozqurdun quşu arın vermişdi. Məmulan bir sonra demişdi bura yeri dəyri. Sonra ağamla danışmış görmüşdü tühdür. Mən ondan da çox təşəkkür eləyirəm ki mənim ağamla uşağımla danışmışdı. Demişdi gedin Azadın içində uşağı verin. Mən tamam o neyro intizamilər ki tühdülər olaydan xahiş eləyirəm. Xahiş eləyirəm, biləxərəb ata-babaları, qeysinə özlərinə. Biz Azəri oğluyuq, Türk oğluyuq, Türk uşaqlarıyıq, səpələnmişik İranın hər nöqtəsinə. Olaydan xahiş eləyəm, batımları vurmasınlar Türk balaların başına, xicalət çəksinlər. Babəkin himasəsini bir də kişiləri eləməsinlər. Mən onların qanun görürəm, çox narahat oluram. Fəqət o gün istəyəm ki, Azərbaycan qələbə eləsin tamam paslara. Öz haqqaniyyətimizi, öz hökumətimizi quraq, öz Azərbaycanımızda, Türk toprağında. Amin. Yaşasın Azərbaycan xalqı, yaşasın Türk oğlanlar. Öpürəm hamımızı. Çox sağ olun xanım, təşəkkür eləyirik, eşq olsun sizə. Çox sağ olun, Allah eləməsin. Xudahafiz. Çox sağ olun. Yaşayın. Təşəkkür buna deyərlər Azərbaycan qeyrəti, Azərbaycan anası, yəni bu. Türk anası, yəni bu. Oğlunu göndərir, yoldaşını göndərir. Və bayaqları siz o gördüyünüz şəkil ki görürsünüz orada Türk yazılıb, o rənginlə deyil, onu qanla yazıblar. Orada başı yaralanan, məmurların dəynəyi altında o qanı tökülən, qanı ilə o qəhrəman onu götürüb oraya yazıb Türk. Çox təşəkkür edirik sizə. Buyurun, davam edin Həmid bəy. Alo. Sayın Cavad bəy, məndən bu söhbətlərin arasında ki, bu xanım bacımız, bizim şərəfli xanım, Türk xanımımız ki, telefon açdı, həqiqətdə ürək sözlərinin bir parçasını dilinə gətdi. Mən də bu xanımın əyağından öpürəm. Mən də bu xanım bacımızın sözlərinə baş əyəyəm. Sözlərinin qarşısında, yəni mən kişiliyimdə utanıyam o xanımın o şücaətindən, o ləyaqətindən ki, necə ki o şərəfsiz xanımın cavabını verdi. Necə ki xanımlığında bir qəhrəman kimin becətmiş oğlu vardı. Həyat yoldaşı var. Yollayıb meydana, mübarizə meydanına. Mən özümlükdə tamam Türk xanımlarından, Türk anabacılarımızdan arzuluyam ki, belənçi xanımlardan ülgü götürsünlər. Mozdur bəsicilərdən yox. Mən bir daha sağallardan arzuluyam ki, təzahürət olaylarına gedəndə qulağı açıq, gözü açıq və beyni açıq girsinlər. Yalnız şuar verməyə yox. Görsünlər dövrələrində kim var. Çünki bir iddə xanım və xanımnumadır. Gələ çadırağın altında hazırlanmış bıçaq əllərində ki, Şəhrivərin 12-sində cümləsindən deyim ki, Təbrizdə də bir dənə bizim siyasi faalımızı bıçaqlayıblar ölüm qəsdinə və neçə gün müdavadan sonra bunu Təbriz zindanında ölübdür. Bunu da istəyirəm xidmətinizə çatdıram. Və bir də ki, dünən Sayın Əhməd bəy Obalı öz proqramında bir məsələyə toxundu ki, millət nələr daşısın. Mən də bir ikisini artırmaq istəyirdim. Həmən bandı pansuman, yəni tənzif və pudri antibiotik ya mayası ki, o su şeklində ki, bizim bu qanına yerə tökülməməlidir. Bu qanın atmasının qabarılması. Bəli, lütfən siz bir dəqiqədə gözləyin. Təbrizdən bir telefon alaq. Bəli, məmnuniyyətlə verəcəyik söz sizə. Buyurun, Təbrizdən eşitirirsiniz. Alo. Alo, salam. Yorulmusun Cavad bəy. Salam, təşəkkürlər. Buyurun.
Cavad bəy, dünən ki biz Azadlıdan çıxmışdıq, gəlirdik. Hayandakı Neyr-i-İntizami məmuru vardı, türk idilər, sərbazlar, əfsərlər, dərəcədarlar, hamımızın üzü gülürdü, hamısı da bizdən təşəkkür edirdi, hamısı da yaşasın Azərbaycan deyirdi. Yəni istisnasız, hətta o özel polislər ki vardı mərdi vurmaq üçün, hətta onların türkü də vurmurdu. Onlar ki bizi vururdular, əksəriyyəti qeyri-türk idilər. Hamısı ya Lorudur, ya Kürdüdür, ya Farsıdır. Yəni tütlər əslən mən hamısına təvəccüh elədim, baxırdım, qəşəng gözüm nəzər saldım, gördüm hangisi tütdü, gülər üzünə, xoş simə ilə hamısı bərxurd edirdi biləmizlə. Yəni istər özel neyrularısında, özel polislərisində, istər məmul intizamatın üstündə. Yəni hamısı bizlərdən təşəkkür edirdi. Bir də ki yol üzü gəlirdik, hayanda mən bunu özüm əslən tərcih edirdim. Hangisi yol üzü gəlirdim, bu zatlarıdırlar, nə məndə istiqlal tərəfdarları idi. Əksəriyyət türküdülər, Azəri dilində, Azərbaycan dilində sövüş yaman deyirdilər. Mən özüm qalmışdım, bax olar Azərbaycanlı faallarımızdan xahiş edirəm, bu kəslərlə qəşəng yanaşsınlar, bunları öz yollarına yetərsinlər. Azərbaycanlıya yaraşmaz, gedə istiqlalın səfində dura, Azərbaycanlıya sövüş verə. Bunu xahiş edirəm, qəşəng hər kəs, qəşəng vurmaqla da olsa, dillə də olsa, hər nəfilən də olsa, bunları gələk biz öz səflərinə yedərək. Yəni %99 bağır elə o istiqlalın səfində duranlar o manqut tütləridir, Cavad bəy. Bunu mən özüm gözümlə gördüm ki, yol gələ-gələ ki, gəlirdim, maşında düşmürdü. Mən 2 saat yolda qaldım, 2 saatin üzərində elə maşın, türk, traktor tərəfdarları geyirdi, otomatikada Azadiyə gedənlər, Azadiyə getməyənlər, yaşasın traktor, yaşasın Azərbaycan. Onlar da ki, Farsıdır, istiqlalı tərəfdarları hətta tütlərdi, hamısı türkü dilində Azərbaycanlıya, traktora dövüş verirdilər. Mən istədim bunu yetirdim. Təşəkkür edirik sayın həmvətənimiz. Bəli, çox sağ olun Həmid bəy, buyurun davam edin lütfən. Bəli, sayın Cavad bəy, və bir dənə bu istəyim bu idi ki, bir dənə ən azı t-shirt və ya köynək özlərlə izafə götürsünlər, həm yaralananlara və həm o tanınmış faallarımızın köynəyin dəyişsinlər ki, bunlardan şəkil kəsələr tutulmasınlar. Və bir daha qapılar açıq qoysunlar, o məntəqədəki təzahürat olacaq və bu İran faşistlərinin əlindən qaçan faallarımız eləyə bilsin, salim can aparsınlar. Və sonunda bir də dünən yox, İsrail gün İranın Neyr-i-İntizamisinin başçısı Sərdar Əhmədi Müqəddəmin bir Urmiyə haqqında, Urmiyə gölünün haqqında bir dənə danışığı vardı ki, deyildi, bizim əgər Neyrulamızda milləti vəhşicəsinə dövə və buna əziyyət eləyə, bunu biz say taşmışıq, buna bizə yollasınlar. İndi bu at, bu meydan, mən bir faallarımızdan arzuluyam ki, bu dünənin olayları, dünən olan olayları ki, Batunla vurublar. Həm təhkiri, həm tənqidi, həm dövülməni, bəxyəni, Batunu, nəm duvardan atmanı, bayraqlara salmanı, hamısını bunlar göndərək bunlar çox bağışlayın, nə gələt dartacaqlar. Bunlar öz becətlikləridir, özlər pərdəyin arxasında dəstləyin verib, büyük nəmədə millətə qazetədə, xəbərlərdə istəyirlər bir daha alladalar ki, baxın biz qabağını alıyıq və bunlarla bərxurd edəcəyik. Bu at, bu meydan. Ondan sonra da sonunda Ağcavat bəy, bunu arzulayam ki, biz nə qədər dövüləcəyik, nə qədər sövüləcəyik, Tehrana gediyik dövüləyik, Abadana gediyik dövüləyik, Rəşdə gediyik sövüləyik. İndi biz ən azı Təbrizimizdə ki, bu həftə olacaqdır, biz bunların qarşısını verəcəyik. Əgər biz xəsarət veriyik, qan veriyik, qoyun dövə-dövə verək. Da niyə dövülə-dövülə verək? Biz bunu millətimizdən mən Həmid arzulayam ki, biz də deyə, birinə yox onuna deyə, birinin qarşısında onun deyə. Əgər olay bizə deyik, Təbriz filan, biz onun qarşısında çox gözəl sözlər bilirik ki, elə Tehranını və İranını ondan da 1000 dəfə artıq göynədək, ondan 1000 dəfə də artıq yandıraq, ondan da 1000 dəfə artıq qanun tökək. Onlar görsünlər, həmən Təbrizdə də, Tehranda da, İsfahanda da, Rəşdə də eləyə bildik, həmən qanunun qarşısında bir damla qanımıza 10 damla axıdarıq. Aynen, təşəkkür ederim. Mən bunu millətimizdən arzuluyam. Çox sağ olun. Çox sağ olun mənə. Təşəkkür ederim, sağ olun. Buyurun, Tehrandan eşidə gəlin.
Salam aleyküm Cavad bəy, axşamınız xeyir. Salam, hər vaxt xeyir, buyurun. Yorulmayasın. Çox sağ olun, buyurun. Ama Cavad bəy, bunlar bizi 80 il deyib, bini ona öldürürlər bu Fars faşistləri, Fars nəcatpərəstlər. 80 ildir bunlar kəsin tutublar bizim nəslimizi kəsərlər. Biz aman bunlar bizim bir fərhəngimizi, dilimizi, uşaqlarımızı fars eləməklə bunlar kəsimləri budur, bizi nabud eləyərlər, aradan apararlar. Bunu eləyənmədilər. Bizim feylə millətimiz var, Azərbaycan yaşayır, idaməsi var. Bugün görürlər biz ayrılmışıq, uşaqlarımız ayrılıb, istəyirik həqqimizi alaq. Bugün də bizi əsləhə ilə, batımla öldürürlər. Bizimlə getmişdik stadiyona, Azadiyə, bağışlayın. Niruları tövmüşdülər orada. Aslında Türkiyə belə baxırlar, elə bir dənə İsraillidir, bir dənə xaricdən gəlib. Hər cürə biz əziyyət edirlər, pərsəmlərimizi alırdılar, onunla. Yer vermirdilər, millət yığışmışdı bir-birinin üstünə. Aslında nə cür deyim axıb, tillənəni hol verirdilər, itəliyirdilər, batımla vururdular. Ondan sonra yaman deyirdilər, hətta polislər. Diyor, mən təbrik deyirəm, bizim millətimiz vağən oyanıblar, cavanlarımız vağən oyanıblar. Dünən bunu gördük, o pərsəmlərlə ki, qozadılar, Tehranı vağən fəth elədilər. Orada da şuar verdilər, Səttərxan, haradasan Tehran fəth oldu. Vağən əlləri ağrımasın. Bunlar əsləhə ilə, topla, tancla oyanan milləti bunlar aradan aparanlar. O aradan aparardılar ki, biz xuş eləmirdik, bilmirdik, ayılmamışdıq. Amma indi eləyənməz də, indi millətimiz ayılır. İndi istəyirik özümüz olaq, öz məmləkətimiz olaq, təhqir olmayaq. Bizi kola kimi baxmayalaq. Yazıcı gəlib Azərbaycana təqsim tutmayaq. Tehranda, Müslü Rəfsancanı kimi sədvura, indi bizim göllərimizi qurudur, milləti nabud edir və oradan köçürdürlər. Biz oyanmışıq, inşallah da qələbə qazanacağıq, müvəffəq olacağıq. Fəqət millətə deyirəm, qorxmayaq duracaq xiyavanları. Bizim çarəmiz bundan sonra iştaç yoxdur. Yaşasın Azərbaycan, yaşasın Türk milləti. Mən biraz həyəcanlıyam, bağışlayın. Təşəkkür edirəm. Çox sağ olun. Xudahafiz. Xudahafiz. Minnətdaram sizə. Və Urmiyadan buyurun eşidirik. Alo. Alo. Bəli, buyurun. Salam aleyküm. Salam. Ağa, mən Urmiyadan zəhmləmişəm. Günaz TV. Bəli, Günaz TV-dir. Buyurun, eşidirik sizi. Yaşasın Azərbaycan. Sağ olun, yaşasın. Buyurun. Ağa, bugün Urmiyada İmam Xiyabanında əslən vəziyyət çox xarab idi. Məmurlar qoymurdu cəmaat tərpəşə. Qədəm çoxu libas şəxsidir. Cəmaata buradan deyirik, cəmaat dursun, ayağa dursun. Əllərinə silah alsın, bir şeyliğindən bir qoymayağın bura biləmizə zor deyərlər. Bəli. Alo. Buyurun, eşidirəm. Əslən vəziyyət, gərək hamı bir əl-ələ verələr. Əl-ələ verələr, bu işə həll eləyəğin. Bəli. Siz yəni nə pişnad edirsiniz siz? Mən isə pişnad edirəm ki, cəmaat çıxsın eşiyə. Çon xiyabanda çoxu elə durmuşdu. Məsələn, çoxunu tuturdular, çoxu dururdu, baxırdı. Gərək durub baxmayalar hamı. Əl-ələ verələr, bu işi həll eləyəğin. Durub baxmaqla heç də olmaz. Bəli. Gərək hamı əl-ələ verəğin, bu işi həll eləyəğin. Aydın. Çox sağ olun, çox təşəkkürlər. Sağ olasınız, mersi, Urmiyadan, xudahafiz. Xudahafiz, sağ olun. Buyurun, Mərəndən eşidirirsiniz, alo. Mərənd, buyurun. Salam zaten yorulmayaz akşamı. Sağ olasınız, buyurun. Mən təbrik edirəm bütün Azərbaycan millətinə bu xoş gedişlərinəcə vağən iftixardır Azərbaycana. Amma bir dənə sözüm vardı. İndi millət ayrılıbdır, nə illədə ki, fəqət atılıb düşəsəsə, gərək nəticəsini alar. İndi bunun qıbalında bir günlərin mərətdə doğrudan çox gözəlidir. O qəd niri tövmüşdülər ki, fəqət cavanlar dölənirdilər. Cavanlardan çox niri idi ki, vəhşətdə idi. Xiyabanlar yəni doğrudan doldurmuşdular. Bu əslən çoxşuluqluq olmasa da böyük bir etirazdır ki, quzarış olunur məntəqiyə. Mümtaz buna gərək qanı olmayan millətimiz. İndi ayılıb deyil, qabaqdan mədrəsələr açılır. Gərək həqqini istəyər, hətta əqəl bu illikdə başlayır dərsini, öz dilini mədrəsələrdə oxumaq. Bəli, bu istəkdə çox uzaq deyil, istəsə də alarda, eləyə bilər də alsın. Yəni bu zərfiyyət indi var deyil, cəmaət ayılıb deyil.
Fəqət bunlar bir də bərnamələrini istəyirlər cəmaətin bu qudrətini çəkələr ayrı qismətlərə. Vəli millət aldanmasın. Öz haqqını söyləsin, alsın, öz yolundan çıxmasın. Bəli. Mən xoş günlər arz edirəm. Təşəkkürlər. Çox sağ olun, minnətdarıq sizə. Bir telefon qəbul edək. Daha hələlik telefon qəbul etmirik. Mövcud telefonu o zaman 2 telefon, bəli. Biri Urmiyədən, biri Türkiyədən. Daha hələlik telefon qəbul eləməyəcəyik. Buyurun, Urmiyədən eşitirirsiniz. Alo. Alo. Bəli, buyurun. Urmiyədən uzanım çox məliyə. Buyurun. Çox xoş gördük sizi. Buyurun. Məmnunum. Bilmirəm, 50 mindən yüzü bana. Gələn zamanı vurup, gedən zamanı vurup. Adi yolu bitməyən olur. Və bu zənzir nə vaxt qalxacaq? Bu qəzmin nə vaxt qalxacaq? Bu ərdəmin nə vaxt qalxacaq? Və bunların qeyrətləri yoxdur. Bir belə nazarları vurdular, bir belə vurdular, bir belə mərdişqətdə vurdular. Bəli. Bəli. Sizin telefon kəsildi. Türkiyədən buyurun eşitirik sizi. Alo. Alo. Salam aleyküm Cavad bəy, axşamınız. Hər vaxt xeyir, buyurun. Öncə deyim ki, Azərbaycan millətinə eşq olsun. Azərbaycan milləti artıq bunu göstərdi ki, Fars isarəsindən qurtarmaq istəyir. Çünki 100 ildir Farslar Azərbaycan millətinin dilini, tarixini, kültürünü, musiqisini, iqtisadını, hər şeyini məhv edib. Və Azərbaycan milləti artıq 21-ci yüzildə özgür və azad bir yaşam istəyir və onu da öz torpağında və bunun ən təbii və doğal haqqıdır. Yəni Azərbaycan milləti bu günləri dünyada özgür və azad yaşayan millətlər kimi yaşamaq istəyir. Çünki isarətlə, o sıxıntı, boğuntu, o durumdan artıq qurtarmaq istəyir. Və bu da Azərbaycan millətinin demək ki, ən təbii və doğal haqqıdır. Doğrudur, azadlığı əldə etməyin təbii ki, bədəli var. Onun bədəli özəlliklə diktator sistemlərdə, ölkələrdə ağırdır. Amma Azərbaycan gəncliyi bunu bilir və bilə-bilə meydanlara gedir. O haqq səsini dünyaya duyurur və bizim də vəzifəmiz budur ki, bu haqq səsi dünyaya yetişdirək. Bu arada Günaz TV təşəkkür eləmək istəyirəm bu Azərbaycan millətinin səsini dünyaya yaydığı üçün və ümid edirəm ki, az zamanda bu Azərbaycan millətinin bu haqlı səsi zəfər qazanacaq və Azərbaycan milləti də artıq dünyanın başqa millətləri kimi özgür və azad bir yaşamı əldə edəcək. O zaman biz hər şeyimizi özümüz təyin edəcəyik. Artıq bizim dilimizi, tariximizi, kültürümüzü məhv edənlər bizim torpaqlarımızdan çıxacaqlar və biz yaxşı bir gələcək əldə edəcəyik. Və gələcək nəslimiz ən azından bunun nə qədər gözəl olduğunu hiss eləyəcək. Aydın. Bizim millətimiz isarətdə də olsa gələcək nəslimiz daha gözəl bir yaşam əldə edəcək. Sağ olsunlar bizim gəncliyə, Azərbaycan gəncliyinə, Kərəcdən zəng eləyən o bacımız kimi Azərbaycan qadınları, anaları var. Onlar yetişdirdiyi bu gəncliyi biz bugün görürük və inşallah ki, biz qələbə bizimlədir, gələcək bizimlədir. Sağ olun. Çox sağ olun, təşəkkür edirik, minnətdarıq sizə. Və bir qədər biz hələlik telefon qəbul etməyək. Mümkün olsa, əgər filmlərdən, yəni hazırı varsa, bəli, futbolla olan film əgər hazırdırsa, futbolla bağlı, onu biz hələlik yayaq. Sonra Urmiya ilə də bağlı bəzi filmlər sizə təqdim edəcəyik. Buyurun, Azadlıq stadionundakı oyunla, yəni daxildəki olaylarla bağlı, şüarlarla bağlı təxminən bir 10-12 dəqiqəlik videodur, sizə təqdim edirik. Buyurun.
Bəli. Gördünüz bu video görüntülər İstiqlal, yəni azarkeşlərinin orada həm traktor timinə qarşı, həmçinin oradakı traktor tərəfdarlarına qarşı olan söyüşləri idi. İzahata ehtiyac yox, mən tərcümə də eləmək istəmirəm. Çünki tərcümə eləyəsi, yəni biraz çətindir televizyon vasitəsilə bu məsələləri, sözləri dilə gətirmək. İstiqlal, yəni Tehran, orada yaşayan farslar öz mədəniyyətlərinə, əxlaqlarına uyğun, yəni orada söyüşlər, təhqiramiz, təhqir edici, yəni sözlər işlədirdilər Azərbaycana qarşı. Ona görə istədim ki, bunun da şahidi olasınız, görəsiniz, özünüz gördünüz və eşitdiniz. Qısa bir ara alırıq, aradan sonra canlı verilişimiz davam edəcək. Bizimlə qalın.